Siz məhkəmədəydiniz. Neçə il həbs verdilər Azər Qasımlıya? 12 yıl 12 il. haksız yere. Bir tane taksiri yok edip bu insanın. Ne diyeyim bunu bunlar. Onsa bu hakimiyet gece pisi bu mahkemeler özden koydular şeyin yerine. Kuşkan kabanı. Sizce hakimiyette ne gözleyin? Bir daha təkrar edirəm, Azər Qasımlı məhkəmə prosesi keçirildi. Şov natural şov. Hakim 12 il həbs cəzası. Bəli 12, 13 prokuror istemişti, hakim 12, show must go on. Çok uzağa giden mesele. Gel buraya. Değerli izleyiciler, Azər Qasımlı məhkəmə prosesi keçirildi. Hakim 12 il hökm oxudu. Hamzəfər bəy, məhkəmə prosesi necə keçdi? 12 il müddət həbs cəzası siz necə qəbul edirsiniz? Məhkəmə necə keçməlidirsə elə də keçdi. Bu sadəcə bir təcrübli budur ki, bunlarda nifrət nə qədərmiş ki, hələ bir heç olmasa biz gözləyirik ki, minimum versinlər, 10 versinlər. Və yaxud nəyə ki tətbiq edir, 9 versinlər. Amma bunlar da demək olar ki, nəyi var verdilər də, onu ki verdilər. Və bu hakim də Tilmandır da deyəsən adı. Bəli. Məhkəmə başlayanda demişdi ki, mənə başqa hakimlərdən qarışıq salmıyorum, mən başqa adamam, görəcəksiniz. Gördü yolunda kim olmalıyım, yəni elə adı bir dəfə demişlər mantiyalı kuklalar, elə o mantiyalı kuklalardan biriymiş. Yəni nə olmalıydısa o da oldu. Çox sağ olun. Ay maşallah. Salam Cəmil bəy, hər vaxtın xeyirli olsun. Azər Qasım 12 il siz necə baxırsınız? Mən bu məhkəmənin birinci prosesindən izləyirəm, hamısına gəlmişəm. Burada hansısa bir cinayət əməli olmayıbdır. Adamın həm malın əlindən alıblar, həm də canına qəsd eləyirlər. Və cinayət əməli olmadığı halda il yarıma yaxındır ki, adamı bu məhkəmələrdə süründürürlər. Azər bəy bilavasitə siyasi fəaliyyətinə görə, sözünə görə, tənqidi fikirlərinə görə eləyirlər. Məsələn, 14 bıçaq zərbəsi ilə amansızlıqla adam öldürən birinə 9 il 6 ay iş verirlər, ya 9 il 4 ay. Amma heç bir cinayət tərkibi olmadan adama 12 il iş oxuyurlar. Yəni, Azərbaycan məhkəmələrində bundan artıq bir şey gözləməyə dəyməz. Təşəkkür ederim. Siz də məhkəmədə iştirak edədiniz. Nə deyə bilərsiniz? Mən də bir vətəndaş kimi məhkəmədə iştirak elədim. Çox ədalatsız bir qərar oldu. Ortalıqda bir cinayət olmaya qurama işi ilə Azər bəy prokuror 13 il işlədi, 12 il verdilər. Çox ədalatsız bir məhkəmədir. Yəni bir saatlardan bir nəticə yoxdur. Məhkəmə sistemində icraatlar aparmalıdır. Hər kəs öz azad fikrini deməlidir. Hər kəs gəlib belə bir prosesdə iştirak etməlidir. İnsan haqlarını qorumalıdır. Sadəcə bugünkü hökmlə bağlı onu deyə bilərəm ki, ümumiyyətlə bu məhkəmə deyildi. Bu ədaləti tapdayan bir rəzalət idi və gözlənilən kimi, yəni ölkədə gedən ümumi bir dalğanın bir parçası idi. Bütün bunlar onu göstərir ki, bu hökm həm də onu göstərir ki, bu Azər Qasımlı barəsində verilən hökm deyil. Bu cəmiyyət üçün verilən hökm idi. Bu hakimiyyətin göstərdiyi odur ki, cəmiyyətə göstərdiyi odur ki, günahsız olsa da belə, heç bir sübut fakt olmasa da belə, yenə də istənilən şəxsi, həqiqəti deyən, hakimiyyəti tənqid edən istənilən şəxsi gözünü qırpmadan belə taplayıb keçəcəkdir. Və prokurorun Azər Qasımlı üçün 13 il iş istəyəndə, cəza istəyəndə, o bir dənə də fakta, sübuta istinad etmədi. O sadəcə onu dedi ki, sübutlar və faktlar var. Əgər siz Azər Qasımlı haqqında Google-da, internet resurslarında axtarış versəniz, yalnız bu sözləri görəcəksiniz. Dürüst, təmiz, ləyaqətli
intellektual bir şəxsdir. Mən ona görə deyirəm ki, bu hökm cəmiyyət üçün verilib ki, belə bir şəxs barəsində ən yüksək cəza, heç bir sübut faktı olmadan 12 il cəza vermək bu cəmiyyət üçün verilən hökmdür ki, əgər kimsə bu hakimiyyətə qarşı çıxacaqsa, bu idarəetməni tənqid edəcəksə, eyni aqibəti gözləyir. Ona görə də nə müstəntiqlər, nə prokuror bilərəkdən, çünki biz bunu gözləyirdik, bir saxta fakt, saxta bir sübut, qondarma bir şahid üzə dura bilərdi ki, Azər Qasımlı bu cinayəti törədi. Bunu etmədilər, bunu bilərəkdən etmədilər. Ona görə etmədilər ki, bu da cəmiyyətə bir nümayiş idi. Cəmiyyətə bunu göstərirdilər ki, bizə sübut, fakt lazım deyil. Hakimiyyəti tənqid edən, bizə qarşı çıxan, istənilən şəxsi bu şəkildə gözümüzü qırpmadan taplayıb keçəcəyik. Onun həyatını da çalacağıq, azadlığını da çalacağıq. Onun nə ailəsinə, nə evladlarına heç nəyə baxmayacaq. Yəni, bugün bir daha təkrar edirəm, baş verənlər ədaləti tapdayan rəzalət idi. Belə dəyərli izləyicilər, bugün Azər Qasımlıya hökm oxundu, 12 il həbs cəzası oxudular. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, paylaşın ki, ölkədə olan belə hadisələrdən xəbəriniz olsun.